Salam əziz şagirdlər. Bugün sizə tam cəbri ifadələr mövzusunu izah edəcəm. Yorumlarda bu mövzunun izah olunması tələb olunmuşdu. Mən də sizin istəklərinizə uyğun olaraq bu mövzunu başa salıram. İfadələr nədir? Tam cəbri ifadələrdə ifadələr mövcuddur. Əvvəlcə ədədi ifadə nədir? Əməl işarələri və mötərizələrin köməyi ilə ədədlərdən təşkil olunmuş ifadəyə deyilir. Bir də var dəyişəni olan ifadə. Bu isə əməl işarələri və mötərizələrin köməyi ilə ədədlər P-dakı dəyişənlərdən təşkil olmuş ifadəyə deyilir. Dəyişəni olan ifadəyə həm də cəbri ifadə də deyilir. Məsələn, mən yazıram ki, 2x üstəgəl 3y. Bu dəyişəni olan ifadə və yaxud cəbri ifadədir. İfadənin təyin oblasti dəyişənlərin elə qiymətlər çoxluğuna deyilir ki, bu qiymətləri yerinə qoyanda ifadənin bir mənası olsun. Məsələn, mən götürüb 3 bölünsün x minus 3 yazsam. Biz bilirik axı, məxrəc sıfırdan fərqli olmalıdır. Çünki heç bir ədəd sıfıra bölünə bilmir, mənası yoxdur. Onda x çıx 3 bərabər deyil sıfıra. Bu bərabər deyil deməkdir. Onda x də bərabər deyil 3-ə. X 3-dən fərqli bütün qiymətləri ala bilər. Daha sonra toplama, çıxma, vurma, bölmə və tam üslü qüvvəti yüksəltmə əməllərinin köməyi ilə düzəlmiş ifadə rasional ifadədir. İfadədə iştirak edən dəyişənlərdən hər hansı biri üzərində kökalma əməli aparılmışsa, bu cür ifadə isə həmin dəyişənin nəzərən irrasional ifadə adlanır. Rasional ifadədə dəyişənlərdən birinə bölmə əməli olmadıqda, ifadə həmin dəyişənə nəzərən tam rasional ifadə adlanır. Məsələn, yazıram 2xy bölünsün x kvadratı minus y kubu plus y ifadəsi. Dəyişənlərə nəzərən rasionaldır. Daha sonra ifadələrin çevrilməsi. Bu nədir? Dəyişənlərin istənilən qiymətində uyğun qiymətləri bərabər olan ifadələrə eyniliklə bərabər ifadələr deyilir. İfadəni ona eyni bərabər olan ifadə ilə əvəz etmək ifadənin eyni çevrilməsi adlanır. Məsəl üçün, oxşar toplananları islah etmək üçün onların əmsallarını toplamaq və nəticəni ortaq hərfi hissəyə vurmaq lazımdır. Məsələn, yazıram 2a minus 11a plus 5a. Bu bərabərdir. Biz burada, baxın, 3 dənə ifadə var. Bunların hamısında ortaq a görürük. Onda a-nı mən ortaq çıxara bilərəm. Buradakı a getsə, geriyə qalır 2. Buradakı a gedir, geriyə qalır 11. Buradakı a gedir, geriyə qalır 5. Budur. Bu da bərabərdir. Bu mötərizənin içərisi bizə verir -4. Onda cavab -4adır. Belə daha qısalda bilirik. Daha sonra, mötərizələrin açılması qaydası. Mötərizə qarşısında plus işarəsi durursa və ya heç bir işarə yoxdursa, hər toplanan işarəsini saxlamaqla mötərizələri atmaq olar. Mötərizə qarşısında mənfi işarəsi durarsa, mötərizə daxilindəki hər bir toplanan işarəsini dəyişməklə mötərizəni açmaq olar. Məsəl üçün, yazıram 3x plus 2y, 2y yox, 2. Mötərizədə 3y minus 4y. Daha sonra çıxılsın 2y minus 5x. Bunu necə açacağıq? Bu 3x olduğu kimi qalır. Bunu 1-1, bu 2-ni 1-1 3y vuracağım. Ondan sonra 4y. Amma mənfi 4y vuracağım. Çünki qarşısında mənfi işarəsi var. 2-ni, müsbət 2-ni 3y vuranda cavab 6y verir. 2-ni mənfi 4y vuranda mənfi 8y verir. Daha sonra bu ifadə 2y minus 5x var, o tərsinə çıxacaq. Yəni, çıx 2y plus 5x şəklində çıxacaq. Çünki qarşıda mənfi işarəsi var. Qarşıda mənfi işarəsi olanda, mötərizənin içərisindəki ədədlər müsbətdirsə mənfi kimi çıxır, mənfidirsə müsbət kimi çıxır. İndi burada 2y müsbət olduğu üçün mənfi 2y kimi çıxır. Mənfi 5x də mənfi olduğu üçün müsbət 5x kimi çıxır. Bu qədər. Buradakı indi x-ləri, y-ləri də toplayırıq. 3x plus 6y yox, 3x bir də 5x var. 8x verir. 8x. Bir də mənfi 8y ilə mənfi 2y var. O da mənfi 10y eləyir. Hətta 6y də var. Müsbət 6y də. O da mənfi 4y eləyir. Belə. Sonra natural üslü qüvvət. N böyükdür 1 olarsa.
Hər biri a-ya bərabər olan n vurğun hasilinə a ədədinin n natural üslü qüvvəti deyilir. Məsələn, a üstü n yazıramsa, burada a vurulsun, a vurulsun, a. Burası, bu hissə sonsuza qədər gedə bilər, əgər biz n-in qiymətini bilmiriksə. Burada n sayda a əmələ gələcək, n sayda. Burada a qüvvətin əsasıdır, n qüvvət üstü adlanır. Qüvvətin qiymətinin tapılmasında qüvvəti yüksəltmə əldə edilir. Məsələn, biz a-nın n-in yerinə qiymət qoyaq. 3 üstü 4 yazıram. Biz 3-ü 4 dəfə özünə vurmalıyıq. 3 vur, 3 vur, 3 vur, 3. Bu da verir 81. Sonra bəzi qaydalar var burada. Natural üslü qüvvətin xassələri. Məsələn, yazıram a üstü p vurulsun a üstü q. Əgər əmsallar eynidirsə və bir-birinə vurulursa, üstlər toplanılır. A üstü p plus q. Daha sonra a üstü p bölünsün a üstü q. Bunu kəsrlə də yaza bilər. Əgər bölürüksə, əmsallar eynidirsə, bu səfər də bölürüksə, üstlər çıxılacaq. A üstü p minus q. Daha sonra a üstü p bunun da üstündə q. Bu da bərabərdir. Bu a-nı biraz k-ya oxşadı, onu da düzəldək. Bu zaman a-nı olduğu kimi saxlayıb bu ikisini bir-birinə vurmaq lazımdır. P ilə q-nu bir-birinə vurmaq lazımdır. Onda a, q, yox, p, q alınacaq. Daha sonra a üstü b, daha doğrusu a vurulsun b, üstü p. Bu həm də ki, bir-birinin ayrı-ayrı üstündə p yaza bilərik. Yəni, a üstü p vurulsun, vurulsun. B üstü p də yaza bilərəm. Belə də ola bilər. Heç bir səhvlik yoxdur. Daha sonra a bölünsün b üstündə p olsun. Bunda da eyni şəkildə hərəsini ayrı-ayrı üstünə yaza bilərəm. A üstü p bölünsün b üstü p də yaza bilərəm. Heç bir səhvlik yoxdur. Daha sonra a minus b üstündə 2n. Mən bunu b çıx a yazıb üstündə 2n yaza bilərəm. Bu da səhv deyil. Çünki zaten 2n bizə müsbət verir də. Hər hansı bir şeyi 2-yə vursaq müsbət, daha doğrusu cüt verir. Hər hansı bir şeyin üstü cütdə həmişə müsbət verir. Yəni a minus b, b minus a yazsam da doğru olacaq. Və yaxud a minus b üstündə 2n plus 1 bərabərdir. Bu səfər b minus a yazmaq səhv olar. Çünki 2n dediyimiz kimi bizə cüt ədəd verir. Üstünə 1 gəlsək artıq bu tək ədəd verəcək. Üstü tək ədəddə olanda bizə mənfi də verə bilər. Ona görə bunun qarşısına mənfi atıb b minus a üstü 2n plus 1 yaza bilərəm. 2n plus 1. Belə olar. Daha sonra n-in qiyməti 1-dən fərqli olarsa, yazıram n fərqlidir 1-dən. Başqa xassələr var. Əgər a 1-dən böyük olarsa, a üstü n a-dan böyük olacaq. Gəlin buna bir nümunə üzərində baxaq. Məsəl üçün, mən yazsam ki, 2 üstü 3 yazıram. Bu 2-dən böyük olacaq. Çünki 2 üstü 3 8 verir. 2 də yəni 8-dən kiçikdir. Daha sonra a 0 ilə 1 arasında yerləşərsə, a üstü n a-dan kiçik olacaq. Məsələn, yazsam ki 0.5-in kvadratı, bu 0.5-in özündən kiçik olacaq. Çünki 0.5 elə bilin ki 10.5-dir. Onun kvadratı, yəni 0.5-in kvadratı 0.125 verir. 0.125 də 0.5-dən kiçikdir. Daha sonra bu yalnız belə kəsir ədədlərində daha çox belə olur. Yəni 0 ilə 1 arasındakı ədədlərdə. Daha sonra a mənfi 1-dən böyük, 0-dan kiçik olarsa a üstü n böyük olacaq a-dan. Məsələn, yenə bir nümunə üzərində baxaq. Bu səfər mənfi 0.5-in kvadratıdır. Bu
mənfi 0.5-dən böyük olacaq. Bu niyə belə olur? Çünki yəni normal mənfisiz baxanda 0.5-in kvadratı 0.5-dən kiçik olur. Amma mənfi olanda mənfidə axı geri gedir. Ona görə mənfidə böyük olan ədəd kiçik olur əslində. Yəni qarşısındakı mənfisini düşünmədən baxsaq, böyük olan ədəd kiçik olacaq. Daha sonra a mənfi 1-dən kiçik olarsa, bu zaman a üstü 2-də 2n böyük olacaq a-dan. Məsəl üçün, yenə bir nümunə ilə baxaq. Mənfi 2, n-ə biz 1 verək, olsun mənfi 2-nin kvadratı. Bu, 2-nin özündən böyük olacaq. Daha sonra nəyə baxaq? A mənfi 1-dən yenə kiçik olarsa, bu səfər a üzəri 2-də 2n plus 1 olarsa və bu a-nın özündən kiçik olacaq. Yenə bir nümunə üzərində baxaq. Mənfi 2, yenə n-ə 1 versək, üstünə yazaq 3. Bu mənfi 2-dən kiçik olacaq. Çünki mənfi 2-nin kubu verir mənfi 8. Mənfi 8 də mənfi 2-dən kiçikdir. Dediyim kimi, böyük görünən ədəd, yəni böyük, müsbət olanda böyük olan ədəd, mənfi olanda kiçik olur. Daha sonra birhədli və onun standart şəkli. Birhədli də var, çoxhədli də var. Ədədlər, dəyişənlər və onların natural üstü qüvvətlərin hasilindən ibarət olan ifadəyə birhədli deyilir. Məsələn, 2ax üstü 4, bu olacaq birhədli. Ya da y kubu bölünsün 2, bu da olur birhədli. Birinci yerdə bir ədədi vurğu və eyni dəyişənlərin hasilləri qüvvə şəklində verilmiş birhədliyə onun standart şəkli deyilir. Məsələn, yazıram 3abc kvadratı. Bunu mən ya da ki yazıram 3-də 2 x kvadratı y. Bunlar birhədliləri standart birhədlidir. Amma 3ac kvadratı a yazsam, bu birhədli standart olmayacaq. Çünki biz a-nı a-ya vurub a kvadratı yazıb, bunu 3a kvadratı c kvadratı yazıb, bunu biz standart şəklə gətirə bilərdik. Bu standart birhədli olardı bu. Amma bu standart birhədli deyil. Yəni standart şəklə gətirmək daha əlverişlidir. Standart şəkildə yazılmış birhədlinin ədədi, daha doğrusu ədədi vurğu onun əmsalı adlanır. Baxın, buradakı əmsal 3-dür. Daha sonra əmsal vahidə bərabərsə, yəni 1-ə bərabərsə, o sadəcə olaraq yazılmır. Birhədlinin dərəcəsi dedikdə, birhədliyə daxil olan dəyişənlərin qüvvət üslərinin cəmi başa düşülür. Yəni, məsələn, burada bizim qüvvətimiz 4-dür. Dəyişənlərin üstündəki qiymətləri toplayırıq. Yəni, biri 2-dir, biri yenə 2-dir. Bu ikiləri də toplayırıq, bizə verir 4. Və yaxud yazsam 8ab x üstü 5. Bunun dərəcəsini sorsa, bunun üzərində görünməyən 1 var. O 1-lər yazılmır. O 1-ləri unutmamaq lazımdır. 1 plus 1, 2 dənə 1 var, plus 5. Cavab 7-dir. Və yaxud sadəcə 5 yazsa, bunun birhədlisi 0-dır. Çünki bunun dəyişəni yoxdur. 7x yazaq məsəl üçün. Bunun üzərində görünməyən 1 var. Onda bunun qüvvəti 1-ə bərabərdir. Yəni qüvvəti deyəndə dərəcəsi. Daha sonra ümumi halda desək, məsəl üçün yazıram m vurulsun a üstü n, vurulsun b üstü p, vurulsun c üstü k. Bu şəkildə yazılmış birhədlinin əmsalı m-dir. Baxın, bu ən qarşıda duran m-dir. Əmsal da ona görə m-dir. Qüvvəti və ya dərəcəsi isə bu üçünün cəminə bərabərdir. Bəzən burada bir yazılmır, amma onu qəti şəkildə unutmamaq lazım, yoxsa misallar səhv gedəcək. Bunun da qüvvəti və yaxud da dərəcəsi bunların cəminə bərabərdir. Daha sonra yalnız əmsalları ilə bir-birindən fərqlənən birhədlərə oxşar birhədlilər deyilir. Məsəl üçün 2x kvadratı y kubu, bir də yazıram 3x kvadratı y kubu. Baxın, bu
hissəyə qədər ikisində də eynidir. Amma əmsalları fərqlidir. Birində 2-dir, birində 3-dür. Yenə də bu həddlər, bir həddlər bir-birinə bənzərdir, yəni oxşayır bir-birinə. Yalnız işarəsi ilə fərqlənən bir həddlər isə əks bir həddlər deyilir. Məsəl üçün, elə bayaq yazdığımız yazaq. 2x kvadratı y kubu, bir də mənfi 2x kvadratı y kubu. Bunlar əks bir həddlərdir. Çünki hər şey eynidir. Sadəcə bu mənfiyə görə bir-birlərindən fərqlənirlər. Bir həddini bir həddliyə vurmaq üçün onların əmsallarını ayrı-ayrılıqda vururuq. Vuruqlarda eyni hərflərin qüvvət üslərini toplayırıq. Yalnız bir vuruqdan ibarət olan hərfləri isə öz üstü ilə hasildə yazmaq lazımdır. Məsələn üçün, 2a kvadratı vurulsun 3a yazıram. Bu əmsalları ayrılıqda vururam. Yəni 2 vur 3'ü ayrı vururam. A kvadratı vur. A-nı da ayrıca vururam. 2'ni 3'e vuranda 6 verir. A kvadratı vurulsun A. Dedik ki, dəyişən eynidirsə üstlər toplanır vurulanda. Burada yeni dediyim kimi görünməyən 1 var. O 2 ilə 1'i toplayıb 3 yazırıq. Yəni A kubu. Cavab 6A kubudur. Sonra bir hədli bu qədərdir. İndi biri də var çox hədli. Çox hədli nədir? Bir hədlərin cəbri cəminə çox hədli deyilir. Yəni burada üstə gəlmə, çıxma, belə şeylər var. Sadəcə vurmadan ibarət deyil. Məsəl üçün 3x kvadratı minus 2xy plus xy kubu. Bu artıq olur çox hədli. Məsələn, amma yazsam ki y bölünsün x plus xy plus 1. Bu artıq çox hədli olmayacaq. Çünki bu cəmə daxil olan y böl x toplananı bir hədli deyil. Baxın, bu hissə bir hədli deyil. Ona görə. Çox həddləki bir hədlərin hamısı standart şəkildə olub, oxşar hədlər islah edilmişdirsə, bu cür çox hədliyə standart şəklə gətirilmiş çox hədli deyilir. Məsəl üçün, elə bu yazdığımız var. Hansıydı o? Aha, bu hissə. Elə özü standart çox hədlidir. Məsəl üçün, ayrı bir nümunə ilə deyim. Yazıram ki, 3x kvadratı plus 7xy plus 2y kvadratı. Bu standart çox hədlidir. Çünki hamısının, baxın, bu hissəyə qədər, yəni rəqəmlərdən fərqli olan dəyişənləri fərqlidir. Deməli, bunlar standart şəkildə yazılıb. Amma mən yazsam ki, 3x kvadratı plus 7xy plus 2x kvadratı yazsam, bu artıq standart şəkildə olmayacaq. Çünki dediyim kimi dəyişənlərə baxırıq. 1x kvadratı, 1x kvadratı. İkisi də x kvadratı əmsallar toplanılmalıdır. Yəni bu da bizə verir 5x kvadratı plus 7xy. Bu hissə, bu yuxarı hissə standart şəkildə deyil. Aşağı hissə isə standart şəkildədir. Standart şəkilli çox hədlinin ifadə olunduğu bir hədlərin ən yüksək dərəcəsi çox hədlinin dərəcəsidir. Məsəl üçün, yazıram 3x kvadratı minus 2xy kvadratı plus xy kubu plus 5x. Bunu biraz aşağıdan yazım, çünki aşağısına əmsallarını yazsam. Elə bu qədər yazaq, çox uzatmayaq. Biz bunu ayrı aralıqda bir hədli kimi hesablayacaq, amma ayrı ayrılıqda. Baxın, bu hissədə biraz yaxşı çəkək. X-in üzərində 2 var. Yəni bir dənə dəyişən var, o da x-dir. Üzəri 2-dirsə, deməli bunun qüvvəti 2-dir. Bu hissədə x-in üzərində görünməyən 1 var, y-in üzərində də 2 var. Bunlar toplanır 3-dür. Bir də x kubu ilə xy kubu var bir də. Burada da x-in üzərində yenə görünməyən 1 var. 1 ilə 3 toplanır 4-dür. Deməli, bu çox hədlinin dərəcəsi 4-dür. Çünki ən böyüyü götürəcəyik burada. Burada artıq toplama yoxdur. Bir hədlidə üstlər toplanır. Çox hədlidə ən yüksək olan götürülür. Tutaq ki, standart çox hədli bu şəkildə verilir. Baxın. Pn mötərizədə x bərabərdir. An x üstü n. Bu n'dir. Plus a n çıx 1 vurulsun x üstü n çıx 1.
x üstü n çıx 1 yaza bilsəm. Və yaxud nöqtə yəni və s. belə şeylər toplanılsın. A1x plus A0. Bu şəkildə verilib deyəlim. Bu çox ədədin əmsalları ayrı-ayrılıqda götürəcək. Yəni biri A0-dır. Baxın, biri budur. Biri A1-dir. Bu. Biri AN-dir. Bu isə belə yəni. Sərbəst həddi A0-dır. Çünki ən sonda dayanır və özündən sonra bir dəyişən yoxdur. Dərəcəsi isə N-dir. Ən yüksəyə baxırıq da dediyimiz kimi. Ən yüksək də burada N-dir. N çıx 1 N-dən daha kiçikdir və yaxud 1 N-dən daha kiçikdir. Belə. Daha doğrusu 0. Çoxhəddinin əmsalları cəmini tapmaq üçün dəyişənlərin yerinə 1 yazıb çoxhəddinin qiymətini hesablamaq lazımdır. Çoxhəddinin sərbəst həddini tapmaq üçün dəyişənlərin yerinə 0 yazıb çoxhəddinin qiymətini yenə hesablamaq lazımdır. Məsəl üçün 3x kubu plus 7x kvadratı plus 2x plus 5. Bunun dərəcəsi baxın 3-dür. Niyə bilirsiniz? Çünki burada x-in üzəri 3-dür. Buradakı dərəcə 3-dür. Buradakı dərəcə 2-dir. Buradakı dərəcə 1. Buradakı dərəcə isə 0-dır. Ən yüksəkdə 3 olduğu üçün dərəcəsi 3-dür. Daha sonra əmsallar. Biri 3-dür, biri 7-dir, biri 2-dir, biri də 5-dir. 5 həm də sərbəst həddir. Sərbəst hədd 5-dir. Əmsalların cəmi deyəndə də 3-ü vuracağıq 1 üstü 3-ə. X-in yerinə 1 qoyacaq da, yəni. 1 üstü 3 elə 1 verir. Üstə gəlinsin. 7-yə vuracaq 1 üstü 2-yə. X-in yerinə yenə 1 veririk dediyim kimi. O da yenə 1 verir. Üstə gəlinsin 2 vurulsun 1. Üstə gəlinsin sonuncuyu artıq 5 olaraq olduğu kimi yazırıq. Bunların cəmi də bizə verir 17. Əmsallar cəmi də onda olur 17. Çoxhəddilərin üzərində əməllər zamanı dərəcələrin hesablanması. Tutaq ki, çoxhəddilinin dərəcəsi n, məsələn, hansı çoxhəddili? Px çoxhəddisi. Dərəcəsi n-dir. Qx-in dərəcəsi isə m-dir. Onda bizdən soruşur ki, Px vurulsun Qx. Deyir ki, hasilinin dərəcəsi m plus m olacaq. Aha. Px vurulsun Qx. Bunun hasilinin dərəcəsi m plus m olacaq. Çünki bunun dərəcəsi n-dir. Bunun da dərəcəsi m-dir. Bunların cəminə bərabər olur. Sonra gəlin elə bunları birbaşa nümunə üzərində göstərək. 2a kvadratıdır plus 3b. Bunu mötərizədə yazıb plus minus yazırıq. Mötərizədə 3x plus 4y. Bunun dərəcəsi 2 olur. Çünki n böyükdür m-dən şərtində n, m böyükdür n şərtində isə m olacaq. Ona görə də burada dərəcə 2 olur. Daha sonra belə bir şəkildə yazsa Px üstü Q. Bu çoxhəddilinin dərəcəsi n vurulsun k olacaq. Bunun dərəcəsini vermişdi n. Onda bizdən çoxhəddilinin dərəcəsini istəsə bu şəkildə nk-yə bərabər olur. Və yaxud yazıram ki, Px üstü k vurulsun Qx üstü t. Bu hasildə deyir dərəcə, bu hasildəki dərəcəni soruşur. Bu zaman, baxın, burada n-dir dərəcə, burada da m-dir. Biri n-dir, burada olacaq birincidə nk hasili. Bunu da vuracağıq. Daha doğrusu toplayacağıq. Çünki vurmadırsa artıq üstlər toplanır. Qx üstü t də m vurulsun t verir. Bunların cəminə bərabər olur. Daha sonra dəyişənlərin çoxhəddilini sıfıra çevirən qiymətlərinə çoxhəddilinin kökü deyilir. Necə? Başa salıram indi. A kvadratı minus 3a plus 2. Deyək ki, biz dediyi cümlədə dəyişənlərin çoxhəddilini sıfıra çevirən qiymətlərində, yəni çoxhəddilini sıfıra bərabər eləyirik.
Bunu tapsaq x1 bərabərdir, x2 bərabərdir. Nəyi nəyə vursaq müsbət 2, nəyi nəyə nə ilə nəyi toplasaq müsbət 3 verər. Elə 2 ilə 1-in özüdür, hə? Aha. Çoxhəddisin kökü onda 1-dir, bir də 2-dir. 0-a bərabər elədik, belə oldu. Çoxhədlilər üzərində bəzi əməllər var. Çoxhəddini bir-birinə vurmaq, çoxhəddini bir hədliyə bölmək, bir hədlini çoxhədliyə vurmaq, bir də çoxhəddini çoxhədliyə bölmək. Çoxhədlini bölmək. Çoxhəddini çoxhədliyə vurmaq üçün birinci çoxhədlinin hər bir həddini ikinci çoxhəddinin hər bir həddinə vururuq və alınmış hasilləri də toplayırıq. Məsəl üçün 2a plus 3b vurulsun x plus y. Bunu mən bir də keçən dərsdə deyəsən başa salmışdım. Birinci bunu x-ə vuracaq, sonra bunu y-ə vuracaq. Bunlar bitdisə, birinci yazaq. 2a-nı x-ə vuranda 2ax plus 2a-nı y-ə vuranda 2ay plus. Daha sonra bunu vurduq qutarda. 3b-ni bir-bir vururuq x-ə, daha sonra y-ə. Bu da eləyir. 3b-ni x-ə vuranda 3bx plus 3b-ni y-ə vuranda 3by. Belə. Burada da heç nə zaten nə ixtisar getmir, nə islah getmir, heç nə olmur. Daha sonra çoxhədlini bir hədliyə bölmək. Çoxhədlinin hər bir həddini bir hədliyə bölürük, alınan qiymətləri də toplayırıq. Yəni, məsəl üçün yazıram. 2a plus 4b bölünsün 2x. Burada mən 2a-nı da 4b-ni də ayrı-ayrılıqda 2x-ə bölməliyəm. Bu da eləyir 2a bölünsün 2x plus 4b bölünsün 2x. Buradan 2-lər gedəcək. Buradan da gedəcək. 4-ü 2-yə böləndə 2 yazılır. A böl x plus 2b böl x. Bunlar da zaten məxrəcləri ortaqdır. Mən buna x-də a plus 2b də yaza bilərəm. Daha sonra bir hədlini çoxhədliyə vurmaq üçün bir hədlini çoxhədlinin hər bir həddinə vururuq. Alınan hasilləri toplayırıq. Eyni çoxhədlinin çoxhədliyə vurulması kimidir. Sadəcə bir dənəsini vuracaq. Məsəl üçün 3x 2a plus b. Bunda eləyəcək 3x-i həm 2a-ya vuracam, həm də b-yə ayrı-ayrılıqda vuracam. Onda 3x-i 2a-ya vuranda 6ax plus 3x-i b-yə vuranda 3bx verir. Biz buradan 3x-i görürsünüz. Buradan ikisində də 6 ilə 3 həm ortaq böləni 3-dür və ikisində də x olduğu üçün 3x-i baxın burada ortaq çıxarıb. Bizdən amma vurub açmamızı istəyir. İmtahanda belə suallar çox düşür. İlk suallar zaten bundan ibarət olur. Çoxhəddinin çoxhədliyə bölünməsi. Bunlar arasında belə baxanda ən qəlizi budur, amma əslində o da asan. Bunu indi bir nümunə üzərində göstərəcəm. 3x kvadrat plus 7xy plus 2y kvadratı bölünsün x plus y. Daha doğrusu 2y. Yəni bunu çubuqlu bölmə kimi eləyək, elə daha rahat olur. Çox sadə və qısa bir yol başa salacağım. O yolu bilsəz, bunu yazacaqsınız. Aha. Birinci, 3x kvadratını birinciyi böləcəyik birinciyə, bir də axırıncıyı axırıncıya böləcəyik. Yəni 3x kvadratını x-ə bölsəm, x-in biri gedəcək, qalacaq 3x. Yazıram 3x plus. Sonra da 2y kvadratını böləcəm 2y-ə. 2-lər gedir, y-lərin də biri gedir, cavab y. 3x plus y qalır. Daha sonra bunu bir-bir vuracağıq. Buraya qədər hissəyə, sildim. Buraya qədər olan hissəyə baxacaq hələ ki. 3x x-ə vuranda 3x kvadratı qalır. Plus. Daha sonra buradakı 3x-i vuracam 2y-ə. O da verir 6xy. Ki buradakı 7xy-dən çıxa biləm onu. Və burada bir dənə qalır xy. Burada da topladım. Üstə gəlsin 2y kvadratı. Elə baxın, burada da eyni şəkildə diqqət eləsəz, y-i də 2y-ə vuranda 2y kvadratı verir.
və bizdən də bir dənə x, y qalmışdı. Buna əsasən də elə vursaq, x, y plus 2y kvadrat eləyir. Bunu da elə çıxanda 0 qalır. Əslində heç bu qədər uzatmağa ehtiyac yox idi. Sadəcə bu birinci 3x kvadratını x-ə bölüb, bunları da ixtisarlarını zad eləyib 3x tapardım. Axırıncı 2y kvadratını da 2y-ə bölüb, y-in özünü tapıram. Bunların cəmi də bizə cavabı verir. Bu qədər asan yolu da var. Sadəcə elmi yolla birinci yoldur. Bu qədər. Tam cəbri ifadələr də belə bir bölmədir. Mənə qalsa bunlar arasında ən çətini çox həddiyə bölünməsidir. Heç o da çətin deyil, sadəcə başa düşmək lazımdır. Bu qədər idi. Ümid edirəm ki, imtahanda hamı öz istədiyi nəticəni toplayar. Hamı istədiyi peşəyə qəbul olar. 10 martın 10 neçəsi olmalıdır. 11-lərin imtahanı başlayır. Aprelin 5-i, 12-si, bir də 26-sı da 9-ların imtahanıdır. Hər kəsə uğurlar arzulayıram. İnşallah istədiyiniz nəticələri toplaya bilərsiniz. Çox sağ olun.